O boş şeyde yazanlar var, elə zala gələndə belə olur. Bir. Hop geldi bura. Bundan sonra geldi. Hop. Altına. Üç aldık. Kontrol. Aldık. Götürüyor buradan. Aldık ve buradan da kontrol. Bıçaqlaşma, tapanca ilə vurma, hamı rejissordan senari yazır və s. Bıçaqla əlaqəli bilməli olduğumuz nələr var və hansılar düzdür, hansılar düz deyil. Əsas məsələ odur ki, soyuq silahda, odlu silahda bunu axmaq adam da başa düşür ki, çox təhlükəlidir. Profesional onlardan da çox başa düşür ki, daha təhlükəlidir. İndi özünü aldadanları qoyuram qırağa. Əsl profesionallar bilir ki, bu həqiqətən də təhlükəli məsələ. Çünki sən yumruqda, təpikdə və yaxud da güləşdə hər hansı xüsusi ölüm təhdidi ilə qarşılaşmırsan. Bir yumruq sənə dəyir, birini sən vurursan. İki dənə təpik sənə dəyir, birini də sən vurursan. Nəsə bir mübarizən, şansın var və vəziyyətimiz eynidir. Söhbət bıçaqdan gələndə, bıçaq bilinmir hansı istiqamətdən gəlir, belə mi gəlir, nümunələr ver, belə mi gəlir, deşici mi gəlir, yuxarıdan mı gəlir, zaxvat tutub, bıçağı mı vurur, qorxur mu, nə bilim, arxadan tutub, bıçağı saxlayır, hər şey ola bilər, istənilən situasiya ola bilər. Bunun hamısına %100 hazırlaşmaq mümkün deyil. Amma bir dənə məsələ var. Hər hansı bir vəziyyətə düşəndə ki, sən qısılmısan, o qaçış yeri yox, hamı deyir, bıçağı gördün, qaçır. Mən də razı edir. Burası da deyirdi ki, qılıncı gördünsə qaçmaq lazım. Qılıncdan sürətli olmayacaqsan, ya da qılınca yumruq vurmayacaqsan. Silah fərqi var, səviyyə fərqi var. Bıçağı gördün, əlbəttə qaçmalısan, üzr istəməlisən, çəkilməlisən, lazım deyil falan. Amma bir dənə situasiya var ki, yanında sənin yaxınların ola bilər. Davay qaçaq bir yerdə elə bilməzsin də, olay heç olmaz qaçmalı, sən döyüşməlisən, vəziyyət bunu tələb edir. Və yaxud da o qaçış yeri yoxdur, arxan divaradır, çox qalmırsan, bilirsən ki, bu adam səni öldürməyə gəlir, sənlə zarafatdan öldürməyə gəlir. Bu durumda heç nə bilməməyimiz daha üstün haldır, yoxsa nəsə bilib ən azından cəhd eləməyimiz. Həmin vaxtı o adam milyon faiz əmindir ki, mən gələk məşqə də gedərdim, mən gələk bundan çox məşq edərdim, naxaq mən vəziyyətə düşündü, heç nə bilmirəm, soxacaq gələcəm. Ona görə də bilmək ayıb deyil. Sadəcə bəzi müəllimlərin ucbatına belə eləyəndə belə olur, elə eləyəndə elə olur, 100% belə olur deyirlər deyə. Cəmaət olan üçün bütün rəy qarışıb bir-birinə ki, bıçaqdan müdafiə yoxdur, bir deyir yox, var, bir belədir, bir deyir belə. Mən öz statistikamdan deyim, mənə bıçaqla hücum olmuyor. Mənə odlu silah da olmuyor. Əlbəyaxı olub, zaxvat olub, qorumuşuq, dalaşmışıq, vuruşmuşuq, bunlar olub. Bıçaqla şəxsən mən olmuyor. Amma bıçaqla mən narıncı kəmər tələbəmə hücum. Və o özünü qoruyub, bıçağı əlindən alıb oxusun, bu birisini də gözü vurub partladı. Qorxa-qorxa da yanıma gəlmişdi ki, bəs mənə şikayət eləməzlər, deyəm, sən özü bıçaqdan qorumsan, bu son zərurət anda özünü müdafiə eləmişsin. Sən o gözünü də partlasan, başını da partlatsan, heç bir problem yoxdur, adam sənə soyuq silah olacaq. Adam özünü qoruya bilmişdi, çox da təcrübəsi yox idi. Amma o fəndi yadında mı qalmış, nə idi? Çox uğurlu eləmiş, çox müdafiə olunmuş. Və bu mənim üçün istənilən qızıl medaldan da vacib bir şeydir ki, insan həyatını qoruya bilsin. Biz xüsusi senarilər üzrə sizlərə deyə bilərik ki, bu vəziyyətdə gələrsə nə işləyə bilərsiniz, belə gəlsə nə işləyə bilərsiniz, bunu da sadəcə görürsən, amma bıçaqla da xüsusi məşqlər lazımdır. Yəni, tam bıçaq gəlirsə, ilk dəfə sən bunu belə tutsan, görürsən ki, bu girdi var. Deməli bu lazımdır, gəlir, belə eləyirsən, görürsən ki, yenə gəlib çata bilirsən. Ondan sonra faizməm öyrədir ki, qırağa çıx. Çıx qırağa və zərbən vur. Sən başa düşsən ki, belə eləməli. Sonra bunu o qədər işləməlisən ki, bıçaq anidən hücum gələndə sən onu eləyə bilərsən, düşünməyə vaxt yoxdur. Burada hər şey reflekslə olur. Deməli, bu tərəfdə göstərək. Bu versiyada indi sizə göstərdim. Bıçaq ən əsas məsələ, o vaxtı burada da göstərmişdim, polis orqanlarında da. Bıçaq gələndə onun önündə durmamaq lazım. Yəni, mən bunun önündə durub qoruyacam özümü eləmək. Çünki eyni xəttəyəm, bıçağı qaldırdıqca yaxınlaşır və hop, gəldi, çatdı. Bu xətti, bu xəttin üstünə dura bilməli. Gəlirsə, belə eləsəm də bu gəl bura çatar. 45 dərəcə çıxmalı və orqanları uzaqlaşdırmalı, bıçaq qıraqda qalsın. Hop, gəldi bura. Bundan sonra gəldi, üç aldıq, kontrol. Bu senaryoda bunu işləyə bilərsiniz. Amma indi sizə başqa bir senaryo verəcəm, çünki burası çətindir. Düzdür, bu birisi çətindir, aslında şahidi göstərmək yoxdur. Düzünə olan senaryo. Yenə deyirəm, bıçaq belə də gələ bilər, belə də ola bilər, belə də ola bilmir.
Bu artıq sənin təcrübəni və oradakı vəziyyətdə qabaqdakı bıçaqları. Düzünə bıçaq zərbəsi. Bu zaman nə edir? Yenə hücum xəttinə yaymalı. Çünki mən onun qabağında durub burada fokus eləmək istəyirəm. Hücum xəttindən bacarım tutduğum qədər özüm yaymalıyım. Biraz da uzaqlaşdırmalı. Bir. Hop. Buradan. Göstərik. Bıçaq gəlir. Bir. İki. Burada deməli, indi mən hələ ki şillə olaraq göstərəm ki, rəqibimizin üz-göz dağılmasın. Gəlib. İki. Deməli, burada nə edirəm? Həm yönəldirəm, həm də sağ əlimlə qolunu blokluyorum. Bloklamaq nə forma? Mən bunu prosto belə tutsam və buradan nəsə eləmək istəsəm. Onun qolu əslində açıqdadır. O bura bilər qolunu. Vur. Və batdı və başladı münaqişə. Tam zərərsizləşdirmək üçün burada insan anatomiyasından, burada özümdən heç nə kəşf eləmirəm. Dirsəyini ovucumuzun içinə qoyuruq. Və buranı. Və qucaqlayıram. Qol qaldı düppədüz. İndi o qolu istifadə elə bilmir. İstifadə elə. İstifadə elə. Nə olar istifadə elə. Bundan sonra çöl şəraitində siz zərbə də vura bilərsiniz, dirsək də vura bilərsiniz və götürdünüz çiyinlə. Qaydası üzrə nədir? Çiyin, sinə, qol altı. Götürür buradan. Saxlayın. Qaldıq və buradan da. Tamam. Sən travmaları yenilədin. Gördüğünüz anda uğurlar. Gel. Buradan sana saklamışım. Sonra bilərik, burada bilərik. Ve burada aşağıya da salabiliriz. Oyun terörizmi. Mesela 1, 2, 3. Bize lazım olsa burada da ağrının çoxaldı, belə burada da qolunu ısındıra bilər və yaxud biləyindən bıçağı azad eləyəcək. Düşmür bıçaq. Bir tane de yavaş yavaş sözlerim da yumuşak olur. O boş şeyde yazanlar var hele hele. Buzala gelende böyle olur. Gel. Bir, iki. Yavaş gösteren de. Sakladım. Buradan. Bir de göstereyim uşaqlara daha aydın dillər. Deməli, sol ayağım qabaqdadır bu senaryoda və çəkirəm kənara. Əllə, qolla, dirsəklə. Əsl oldu ki, çəkilim. Çəkildim. Sağ əlim keçir. Qolunu və dirsəyini götürür. Sol əlim üzünə, çiyninə vurur. Buranı mörtülü saxlayıram. Yavaş eləyəcəm, okey azaldırım. Sonra üz zərbə ilə vuruldu. Sinə, çiyin, qol altını sanki belə götürürəm, geniş saxlayıram. Bundan sonra bunu buradan sıxıb biləyini boşaldıram. Və buradan da sol ayağı atıram bana. Daha sonra tutmuşum buradan əldən fırlatmalıyam bunu. Fırladanda təzə başlayanlar belə işləyirlər, fırladırlar. Çöldəki amma belə getməyəcək. Mən belləsəm deyəcək ki, bir dəqiqə, hara getmə görüm. Hop, hara gedir. Ona görə qolunu qatlayırıb, ağrıda anım fırladır. Belə elə belə olmaz. Bir də göstərək. Sağ ol. Buradan fırlatmaq istəyirik. Bunları bırak qırağa. Qayıt qala. Bu səsini göstərək. Buraya. Yox, əksinə var. Buraya. Buradan. Belə mümkün deyil. Rəqib fırlanmaq. Buradan. Dirsəyə ağır verərik. Və yaxud biz indi zalda professionallar işləyində bunu qaldırıb buradan zıp. Oldu. Sizə isə nə lazımdır? Əllə aparmaq. İndi onda yavaş-yavaş bir dənə deyək. Sənə zapçast elədim, bilirəm. Bir dənə deyək. Axın söz ver. Uşaqlar başa düşdü. Hər şey qutar. Yavaş. Kömək eləyəcək. 1, 2. Bunu saldıq.
Hayır, sözü mən işlənəməm, öz sağ. Başa düşür ki, vəziyyət budur. Burada aşağı, burada tutduğunuz iki əlindən sol əl qalır burada, sağ əl dirsəyə və düzünə apara da bilərsən. Qatlayıb da apara bilərsiniz. Baxır hansında siz daha olgun olacaqsınız, içində işləyə bilirsiniz. So, mənə deyək ki, son texnikamız bundan da etkin aşağıda çox uşaqlarımız doldurmayaq. Həm rəhbərliyin də vaxtını almayaq, özümüz də federasiyaya getməliyik. Belə, gəlin bu bir daha prov eləyək.